Salam değerli xalqım. Zəhmət olmasa videoya baxın. Fikir verirsiniz, Azərbaycan hakimiyyəti xalqı nə vəziyyətə salıb ki, xalq imkansızlıq ucbatından, çarəsizlikdən TikTok platformasında klon kimi oynayır ki, kimsə gəlib keçər bir dənə ona jeton ata, bir dənə güldən zaddan nəsə bir şey ata, o da ona aparıb pula çevirə, 5 manat, 3 manat günlük pul qazana. Bax, bunlar hamısı Azərbaycanda işsizliklərin göstəricisidir. Azərbaycanda işsizlik olmasaydı, uşaq pulu verilsəydi, bax, bu hadisələrin heç biri olmazdı. Bəli, mən eşitdiyimə görə hələ bu oynayan şəxs veterandır, Qarabağ veteranıdır. İlham Əliyev, xalqı sındırdığına görə Allah səni xalqın gözü qarşısında sındırsın inşallah. Allah min bir bəlavızı versin.